Hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, yaxşısınız. Mən çox yaxşıyam. Bu gün bir damcı günəşi görən kimi qısa qola keçmişəm. Bu arada saçımı qəribə bir şəkildə yığmışam. Ay, telefonu tutanmadım. Qəribə bir şəkildə yığmışam. Çünki gecə biraz islah formada yatmışam deyə saçım bütün əzilmişdi. Elə o yatdığım formanı da almışdı. Ona görə də mən də belə yığdım saçımı. Heç bilmirəm, yaraşır qızlar. Baxın görün, fikirlərinizi yazın mütləq. Neysə belə, yeni bir iş günüdür. Yəqin ki, işdə maraqlı heç olmayacaq, onları paylaşmayacağım. Amma belə işdən sonra Nabatla görüşmək planımız var. Çünki bugün Kamran bir tədbir var, orada olacaq. Mən də evdə gedib tək qalmaqdansa Nabatla görüşüb bir yerdə vaxt keçirəcəyik. Ola bilər ki, həmin anlarda sizin üçün çəkim belə. Siz isə öz növbənizdə mənə dəstək olmaq üçün, videolarımın davamının gəlməyi üçün mənim kanalıma abunə olmağı unutmayın. Mən sizi çox sevərək videolar çəkirəm. Ümid edirəm siz də sevərək izləyirsiniz. Deməli, bu sumkamı sizə göstərmişdim. Trend yoldan almışdım və inanırsınız, o qədər əlimdən tutur ki, ölçüsü və s. Bir dənə tək mənfisi, bunu belə buraxanda açılır və hər şey tökülə bilər. Ona görə ehtiyatlı olmaq lazımdır. Sumkanın forması isə iki cürdür. Belə içərdən knopkaları var, bağlayırsınız belə və daha kompakt olur. Yəni belə görünür və yaxud da bunu belə açırsınız. İçərisində yenə də knopka var. Belə bağlayırsınız. Belə olur. Yəni iki cürdə istifadə etmək mümkündür. İndi istəyirəm ki, sizə sumkamda nələr olduğunu göstərim. Elə görsənmişkən bu çizi demişdim sizə, əgər iftara çatdırmıramsa bunu yeyirəm. Bir ədəd su, sirabın belə balaca suyu orucumu açmaq üçün həmişə sumkamda gəzdirirəm. Deməli, daha sonra düzdür, indi orucam, amma belə mentos gəzdirirəm sumkamda. Bir ədəd şokolad. Orucam. Ev açarı. Yolda açmaq üçün. Depo. Bir ədəd belə kofelindən götürdüyüm yaş salfet. Giriş-çıxış kartım. Gloss. Bu quru salfetkalar. Bunlar dünən yeməyə getmişdik. Oradan atdım sumkama ki lazım olar. Bir ədəd kitab. Deməli, belə liner, dodaq karandaşları. Bir dənə də gloss. Bir dənə MAC-dan dodaq boyası. Başqa. Sabahınız xeyir. Bir dənə də belə pasteldən boya. Bu qədər. Bunlar da çeklər və bir dənə də belə rezini var. Bir dənə zibil. Bu qədər. Bir də axşam iftar vaxtı yadıma düşdü ki, bəs mən vlog çəkirdim axı. Əli, qızlar, mən özümə barbekü cheeseburger adı belə gedirdim. Bir də hal-hazırda kampaniyaları var. Menyudan belə burgerin yanında free vermirlər deyə free-ni 2 manat 50 qəpiyə endirib gözümüzü boyayırlar. Natuş isə zinger seçdi, onun üçün toyuqludur. Mən burada heç toyuqlu yeməmişəm. Görək dadı necədir, fikirlərimizi də sizinlə bölüşəcəyik. Beləcə Natuşla bir yerdə iftarda getdik Friday-yə, yeməyimizi yedik, qutardıq. Daha sonra dedik düşək Darayaya baxaq. Buradakı aksesuarlar düzdür, biraz hər biri hələ videoda balaca düşüb, iri-iridir. Düzdür, mən belə aksesuarlar istifadə eləmədiyim üçün heç nə bəyənə bilmədim. Bircə bu mirvarili boyunbağını çox bəyəndim, çox incə idi. Sonra da bu sırğanı gördüm, bunu da ondan kombinləmək olar. Mirvari üçün ürəyim gedir. Yəqin artıq çoxunuz da bilirsiniz ki, Darayı Aynur xanımın öz brendidir. Yəni ki, elə bilirəm ki, buradakı bütün iri aksesuarlar məhz ona çox yaraşır. Mən hər dəfə onu görəndə o qədər bəyənirəm ki, amma gedib mağazaya girib onu əlimə alanda, öz üzərimdə təsəvvür eləyəndə heç cür özümə yaraşdıra bilmirəm bu qədər iri aksesuarlar. Hətta mən qızlar demək olar ki, 20 yaşıma qədər heç bir aksesuar istifadə eləmirdim. Daha sonra Natuşla sağollaşdı. Sarı qız alıb gedirəm Kamranla görüşməyə. Deməli, bir filmə baxırıq. Hansı ki, burada filmin adı Geri Səmdir, bilmirəm, baxmısınız ya yox. Orada bir proqram var, yükləyirlər və görürlər ki, ömrümünə neçə dəqiqə və yaxud da neçə saat, neçə gün, neçə il qalıb. İndi Kamran həmin proqramı tapıb yüklədi. Nəysə, açılışı belədir. Aha. 42 il indən sonra
42 gələndə 28 Bir dəqiqə, 42 il 127 gün. Harca 43 il sayda. 70 yaşımda ölsəm xəbər eləyəsiniz. Yaxşı. Hamıya salam. Yeni bir gündən sizi salamlayıram. Bugün bizim ofisdə biraz qarışıqlıqdır. Bizə gəlib xəbər verdilər ki, artıq bu ofisdə olmayacağıq. Bu ofisdə biz 2025-in yanvarın 6-sından etibarən artıq buradayıq. İndi istəyirəm ki, ümumi ofisə baxım görüm vəziyyət necədir və son dəfə orada gəzim. Çünki hələ heç kim gəlməyib və istəyirəm ki, bir tur atım belə ürəyimcə. Ən çox da bu çay köşəsi deyim, nə deyim bilmirəm. Çay kofe köşəsi üçün çox darıxacam. Həmişə gəlib burada çay içirdim. İndi orucam. Bu gün də son günümüzdür ofisdə. Çay içə bilirəm, nə kofe içə bilirəm, heç birisini. Yox, sonuncu dəfə Nabat xanımın çaylarını içmək istəyərdim. Hər səhər belə 4 çaynik çayımız dəmlənir. 2 dənə belə qaynar suyumuz olur. Burada isə çayların nəli olduğu. Hamı artıq yığışmağa başlayıb. Hər yer karobkalardır. Köhnə ofisimiz üçün çox darıxacam. Ən çox da bu yaşıl pufiklər üçün mənim yerim oradır. Baxın, həmişə gəlib orada oturub video editləyirdim obed vaxtı. Sabahınız xeyir. Burada bizim geyim zonamız, yəni oyun yerimizdir. Belə divanımız var idi. İndi işıq söndü. Buranın işıqlardan yanır. Çox sağ ol Şəlalə. Deməli belə, ay bu divan çox qəşəng. Bunu ev aparım da mən. Burada PlayStation oynamaq üçün. Bunun üstü altdandır, yəni bunun belə şey olmağı təmizdir. Burada da yenə yığışırlar. Bu da bizim məşhur masaj kreslomuz. Hər dəfə gəlib burada uzanırdım, masaj edirdim özümə. Mühasibatlığın mənfiləri. Bütün dokumentləri yığırıq. 23, 24. Mərkəzdən deyirlər. İndi o bir sən keç turansan. Aşağıda var bir dənəsi. Hayır bir sen değil ya. Bunu sadece burada nədir? Amma yox et. Bunun niyə belə? Bu uşaq hazır. Ola bilər ki, yenə də kimsə sual versin ki, Vüsal işlədiyin şirkətin adı nədir? Mən mühasibatlıq şöbəsində işləyirəm və peşəkarlıq adına. Üzünə qalsa işlədiyim şirkətin adını səsləndirmək istəmirəm. Ümid edirəm ki, məni anlayışla qarşılayacaqsınız. İstəyirəm ki, indi iş yoldaşımın bir yerdə makyaj çantasına baxaq. Birinci olaraq bunu deyim ki, makyaj çantası çox şirindir, çox qəşəngdir, çox bəyəndim. Nəsə içi dolu oldu. Mən işdə makyaj eləyənlərə hələ də təəccüblə baxıram. Sən ana olanda başa düşərsən. Deməli, Estée Lauder'ın tonal kremi. Bu arada bunu məndə görmüsünüz, amma başı belə deyil məndə. Bu əlavə olaraq alıb ki, daha rahat istifadə eləsin. O birisini sənə narahat elədi ki. Nə bilmə rahat. Qəşəng. Bu rəngi qəşəngdir, çox qəşəng. Aç baxım. Bir dənə eləyim. Ay, çox qəşəngdir rəngi. Çox qəşəng şaftal tonuydu. Dodaq nəmləndirici Sephora'da. Bu nəmləndirici də deyil. Bunun içində belə xırda şeylər var. Elə bildim çirkli deyil. Deyil. Bir də aç. Peeling. Gözüm. Nə oldu çirkli? Nə? Gözü dən etdiyim. Scrap. Aa, nə maraqlıdır. Scrub imiş. Mən də gəlib bundan sifariş edeyim. Alaram sənə. Ay Allah, şirin. Nə desən də deyir, alaram sənə, verərəm sənə ancaq. Bu Fenty'nin glossdur bu. Glossdur, qəşəngdir. Qəşəngdir. Bu Sephora hədiyyə vermişdi mənə mini. Ay, Sephora'nın adəti. Bir şey zakaz etsin, üstünə 5 dənə hədiyyə göndərirlər. Bu nədir? Aha. Bunu çox tərifləyirlər. Son vaxtlar çox görürəm. Bu da təzə markadır. Bunu heç görməmişəm. Bu da hədiyyə vermişdi. Onlar nəmləndiricilərdir. Biri göz üçün. Buna bax. Bu şirin Ay deyil. ya, o nə qəşəngdir. Kisonyadır. Onun böyük boylarını birisi də belə şey formasında, bədən formasında. Qum saat üçün. Lancome'un konsileri. Serum konsiler. Maraqlı. Qızımız biraz oliqarxdır, ona görə də bütün məhsulları bahalıdır. Mario'dan dodaq qələmim. Rəngi. Mini dodaq şeysi. Çox qəşəngdir rəngi. Mən ümumiyyətlə mini xoşduram. Hər şey mini olsaydı. Əslində hə. Çox qəşəngdir.
Sonra belə bir Lancôme'un. Bunu istifadə eləmişəm, çox qəşəngdir. Şeylə. Çox bəyənirəm. Mən də mini boyunu hədiyyə göndərmişdilər. Bu rəngdə izləyicilərindən soruş. Nədir onun? Golden Rose'un. Göz karandaşdır. Yox, dodaq. Dodaq karandaşı. Nədir onun adı? Bunun Amada versiyasının eyni rəngdə. Tapan olsa mənə yazsın da. Çünki Yaxşı. bu çox qəşəngdir bu rəngi. Eyni rəngdə dodaq boyası istəsən. Ya bundan tapa bilmirəm də bu rəngi. Nə qədər sən sınamışam. Hardasa görsəsən hansısa mağazada mütləq xəbər eləyin bizə. Darağı nə şirindir, rəngi çox qəşəngdir daraq. Başqa nə var orada? Nəsə də maraqsız şeylər Aa, o gün şəlaləyə bu linerdir də. O gün şəlaləyə bunun qızıl rəngini aldıq. Necədir? Bəyənmirəm. Bəyənmirsən? Bir iki dəfə istifadə elədim. Yayılır səndə. Yayılmır ya, ucu quruyur. Ucu bunun... Buna bax. Heç yaxşı deyil. Aa, maraqlı. Başqa mini ətir. Ay, mənim ən böyük xəyalımda mini ətir kolleksiyası yığmaq barədə. Bilirəm, mən bir ara istədim sənə bir Sephora Çox belə. mini bir şey. Bu qədər. Evet. Nə yaxşı köçürür, ay Allah. Nə yaxşı köçürür. Yadına düşdü. Vüsalə belə səliqəli yığdı, baxın. Vüsalə ən təmizkar və ən səliqəli insanlardan biridir. Bu sırada mən. Bütün şəxsi əşyaları yeni ofisə gedəcəklər və evə gedəcəklər olaraq ayırdıq və beləliklə bu ofisdəki son iş günü bitdi. 11 günlük tətil artıq başlamışdır. Ümid eləyirəm ki, bu tətil hər biriniz üçün çox gözəl keçsin. Sizləri Ramazan bayramı, Novruz bayramı münasibətilə təbrik eləyirəm. Ümid eləyirəm ki, bu bayramlar sizə də, ailənizə də çox düşərli olar. Neçə gözəl bayramlara bir yerdə çıxaq. Növbəti videolarda görüşmək üzrə. Hələlik.